Salam, hər vaxtınız xeyir uğurlu olsun. Bugün oktyabr ayının 29-u 2025-ci il. Mən Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyinin Ucar rayon təşkilatının sədri Məmmədov İlkin. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çağırışlarına qoşularaq Ucar rayonda ictimai nəzarətlə məşğulam və deməli, hal-hazırda Ucar rayon Nəriman Nərimanov küçəsində çəkiliş aparıram. Gördüyünüz bu bina Azərbaycan Dəmir Yolları İdarəsinə məxsus olan bir binadır, köhnə tibb məntəqəsidir. Bu bina yararsız vəziyyətdədir. Deməli, gördüyünüz kimi bu binanın içərisi zibillə doldurulubdur. Biz burada çəkiliş eləmişdik. Ucar rayon Dəmir Yol stansiyasının rəhbəri Ruslan müəllimə müraciət eləmişdik ki, həmin bu ərazinin təmizlənməsi təmin olunsun. Təəssüflər olsun ki, deməli, onlar 28 oktyabr 2005-ci tarixində həmin bu ərazidə gördüyünüz bu qapının qarşısında olan zibilləri təmizləyiblər. Amma burada olan zibillər yenə də eyni vəziyyətdə qalıbdır. Baxın, göstərirəm. Burada deməli, bu problemin yaranma səbəbi odur ki, həmin bu yararsız binaya nəzarət olmadığı üçün insanlar buraya yaxın yaşayan sakinlər gətirirlər, zibillərini atırlar bura. Düzdür, burada vətəndaşların əsas ilə problem vətəndaşların problemidir ki, yəni bura niyə zibillərini atırlar, antisanitar vəziyyət yaradırlar. Amma bina da Dəmir Yolları İdarəsinin tərkibində olduğuna görə bura nəzarət olunmalıdır ki, yəni bugün bu bina istismara yararlı olmasa da, amma bina deməli Dəmir Yolları İdarəsinin tərkibindədir, balansındadır. Yəni bura nəzarət olunmalıdır ki, insanlar da gətirib bura zibillərin bax bu şəkildə atmasınlar. Biz bu problemlə bağlı yəni ancaq və ancaq Ucar Dəmir Yol stansiyasına müraciət edə bilərik. Çünki həmin bu ərazi onlara məxsus ərazidir. Yəni Dəmir Yolların İdarəsinin balansında olan ərazidir. Daha doğrusu bina həmin idarənin balansında olan binadır və buranın təmizliyi ilə də deməli həmin cavabdeh qurum məşğul olmalıdır və təmizləndikdən sonra da bura zibil atılması qətiyyən qadağan olunmalıdır. Yəni nəzarət olunmalıdır. İdarə tərəfindən nəzarət olunmalıdır. Burada işləyən, dəmir yolunda işləyən axranalar var, burada işləyən polislər var. Yəni onlar tərəfindən bura mütəmadi olaraq nəzarət olunmalıdır. Sakinlər bura əgər zibil atırlarsa, sakinlərlə maarifləndirici söhbətlər aparılmalıdır. Cərimələr tətbiq olunmalıdır ki, insanlar gətirib bura zibillərini atmasınlar. Deməli, bura işlək yoldur. Sakinlər buradan gedib gəlirlər və bizə də müraciət edən sakinlər olubdur ki, biz bu yoldan rahat keçə bilmirik. Çünki axşam saatlarında həmin bax burada zibil poligonunda sahibsiz küçə olur və insanlar da buradan hərəkət etməkdə çox narahatçılıq yaşayırlar. Və həm də ki, antisanitar vəziyyətdir, ekologiya ciddi şəkildə pozulur. Bura xəstəlik mənbəyidir, bura mikrob mənbəyidir. Mən ona görə də bu müraciətimlə bir ictimai nəzarətçi olaraq bu müraciətimlə Azərbaycan Dəmir Yolları İdarəsinin rəhbərliyindən, aidiyyəti üzrə qurumlardan hər birindən xahiş edirəm ki, burada yaranmış problemi tez bir zamanda aradan qaldırılmasından ötürü Ucar sakinlərinə öz köməkliklərini göstərsinlər. Hörmətlə Ucar rayon İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.